Deməli, bugünkü dərsimiz samitslər mövzusudur. Gəlin əvvəlcə samitslərin xüsusiyyətlərini qeyd edək. Samitslər haqqında bugünkü mövzumuzda danışaq. Deməli, samit səslərinin xüsusiyyətlərindən qeyd edək. İlk olaraq yadınızda saxlayın ki, samitlər ağız boşluğunda maneəyə rast gəlir, həmin maneəni dəf edərək yaranır. Yəni, samitlər necə yaranır? Ağız boşluğunda maneəyə rast gəlir və həmin maneəni dəf edərək yaranır. Deməli, sərbəst şəkildə manesiz tələffüz olunmur. Müəyyən maneələrə rast gəlinir, həmin maneələri dəf edir. Bir qısa olaraq yazaq bura maneələrə rast gəldiyini. Deməli, saitlər tələffüz zamanı ağız boşluğunda maneəyə rast gəlinir, həmin maneəni dəf edərək neyinir? Əmələ gəlir. Birinci xüsusiyyəti budur. İkinci xüsusiyyəti samitlərdə. İkinci xüsusiyyət küylü həm də avazlı olur. Bəzi hallarda küylü səslərdir. Küylü. Bəzən avazlı olur. Avazlı da olur. Sonra üçüncü xüsusiyyət odur ki, saitlərdən fərqli olaraq samitlər heca əmələ gətirmir. Yəni, heca əmələ gətirmir, amma hecanı formalaşdırır. Hecanı formalaşdırır. Bir də saitlərdən fərqli olaraq samitlərin belə bir xüsusiyyəti də var ki, uzun tələffüz olunmur. Uzun tələffüz olunmur. Bax, bu qeyd etdiklərimiz samit səslərin xüsusiyyətləri hesab olunur. Sizin səsin başlıqda səsi bağlayardıq. Səs düşür ekrana. Hamı səsləri bağlasın. Deməli, samit səslərinin xüsusiyyətlərini qeyd etdik. İndi samit səslərinin xüsusiyyətlərinə görə qeyd etdiklərimiz deməli, saitlərdən fərqli olaraq bu xüsusiyyətlərə malikdir. Gəlin bunları silək. İlk öncə keçək əsas məqamlara. Deməli, samit səslərin yaranan zaman, əmələ gələn zaman səs telləri iştirakı fərqlidir. Yəni, burada səs tellərinin iştirakına görə samit səsləri özləri iki qrupaya bölünür. Yəni, səs tellərinin iştirakına görə samit səsləri özləri iki növə bölünür. Bir, kar samitlər, bir də cingiltili samitlər. Kar samitlər, bir də cingiltili samitlər. Gəlin əvvəlcə kar samitlərə baxaq. Kar samitlər haqqında danışaq, sonra cingiltili samitlərə keçək. Kar samitlər, qeyd edək birinci, kar. Kar samitlərin yaranmasında səs telləri, belə deyim, çox iştirak etmir də, pasiv şəkildə. Kar samitlərin iştirakında, kar samitlərin tələffüz zamanı ağız boşluğunda küyün köməyi ilə yaranır. Yəni, səs telləri də pasivləşir. Yəni, iştirakında, belə deyim, səs telləri pasivləşdiyinə görə ağız boşluğunda küyün köməyi ilə yaranır.
Deməli, ona görə də təkcə kar samitlər küydən ibarət olur. Kar samitlər təkcə küydən ibarət olan samitlərdir. Kar samitlər özləri 11 samitdir. Kar samitlərin özləri 11 samitdir. 11 kar samitimiz var. Bu kar samitlər hansılardır? Onları qeyd edək. Kar samitlərimiz Ç, sonra F, sonra H, X, sonra K, P, S, Ş, T, Ç apostrof, X apostrof. 11 dənə oldu mu? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bax, bunlar kar samitlərdir. 11 dənə kar samit. Deməli, kar samitlərin tələffüzü zamanı səs telləri iştirak etmir. Buna görə kar samitlər yalnız küydən ibarət olur. Kar samitlər 11 dənədir. Ç, F, H, X, K, P, S, Ş, T, K apostrof və X apostrof kar samitlərdən ibarətdir. Hal-hazırda qeyd etdiklərimiz kar samitlərdir. Kar samitlərlə yanaşı ikinci növü cingiltili samitlərdir ki, cingiltili samitlərin tələffüzü zamanı səs telləri iştirak edir. İkinci növünü qeyd edəyimdir. İkinci növü cingiltili samitlərdir. Yazmayacaq deyəsən markerlə. İkinci növü cingiltili samitlərdir ki, cingiltili samitlərin yaranması zamanı səs telləri iştirak edir. Buna görə həm küylü olur, həm də avazlı. Deməli, həm küylü, həm avazlı. Həm küylü və həm avazlı olur. Amma kar samitlərdə səs telləri iştirak etmədiyinə görə yalnız küydən ibarət olur. Cingiltili samitlərimiz 14 dənədir. 14 cingiltili samitdir. Bunlar hansılardır? Sonra onların biz karla cingiltili qarşılığında yazacağıq. Əvvəlcə tək-tək özlərini yazaq. C, cingiltili samitləri qeyd edək. C, səsi V, səsi G, C, sonra B, Z, J, D, G, sonra Y, L, M, L, M, N, R, N, R. Deməli, sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə cingiltilidir, 11 dənə də kardır. Bu səslərdir hələlik. Yəni, səsləri qeyd edirik.
İkisi bir yerdə yadınızda saxlayın ki, 23 samit hərfdir. 23 samit hərfdir. Bu amma səslərdə 25 samit səsi var. Səslərdə 25'dir. Burada k apostrofla x apostrof, bayaqki kar samitlərdə biz qeyd etdiyimiz. Onların yazıda şərti işarəsi yoxdur. Səslərdə qeyd olunubdur. O belə deyim, indi biz onların izahatını verəcəyik. 2 dənə əlavə səsdir, k apostrofla x apostrof. Ona görə 23 hərfdir, 25 samit səslər. Samit səsləri 25 dənə səsdir. 14'ü cingiltili samitlərdir, 11'i isə kar samit səslərinə aiddir. Bax, bunları da yadınızdan çıxartmayın. Samit səslərində burada qeyd etdiklərimizdir 14 dənə. C, V, G, G, N, B, Z, J, D, R, G, Y, L, M. İndi samit səslərlə, kar saitlərlə cingilti saitlərin qarşılığı var. Onu da qeyd edəcəm. Bir-birinə qarşılıq təşkil edir. Bu qarşılığı hər bir müəllimə əzbərdən bilməlidir. Ümumiyyətcə, kar samitlər hansılardır, cingilti samitlər hansılardır, kar və cingilti samitlərin qarşılığını, hamısını siz yəni yaxşı bilməlisiniz. İndi gəlin onların bir-biri ilə qarşılığı necə təşkil olunubsa, qarşılığını yazaq. Bax, burada belə edək. Birinci, məsəl üçün cingiltili yazaq. Birinci cingiltili yazaq, sonra kar samitlə qarşılığını qeyd edək. Məsəl üçün, qeyd edək, bu kar samitin qarşılığı p-dır. Kar qarşılığı p-dır. Bu cingiltili samitin kar qarşılığı p-dır. Sonra d cingiltili samitin kar qarşılığı t-dır. C cingiltili samitin kar qarşılığı ç-dır. Sonra G cingiltili samitin kar qarşılığı k-dır. G cingiltili samitin kar qarşılığı x-dır. V cingiltili samitin kar qarşılığı f-dır. J cingiltili samitin kar qarşılığı ş-dır. Sonra G cingiltili samitin kar qarşılığı k apostrofdur. Üstündə işarəsini qoyaq. Qalan buradan yazaq cingiltili kar. Yer çatmadı ona görə. Sonra Z cingiltili samitin kar qarşılığı s-dır. Sonra hansını qeyd etməmişik. L, M, N, R. L, M, N, R cingiltili samitlərin kar qarşılıqları yoxdur. Bunları belə qeyd edək. Kar qarşılıqları yoxdur. Y cingiltili samitin kar qarşılığı x apostrofdur. Bir dənə deməli kar samitlərdən x samitidir ki, x samitin cingiltili qarşılığı yoxdur. Deməli L, M, N, R samitlərin kar qarşılığı yoxdur. X kar samitin isə cingiltili qarşılığı yoxdur. Bax, bunları yenə deyirəm, müəllimlər, belə əzbərdən öyrənin bunları da.
Hər biriniz, yəni testlərdə işləyən zaman bunlar sizə həmişə lazımdır. Deməli, biz bayaq da qeyd etdik, dilimizdə oldu 25 samit səsi var. Amma 23-ü yazıda xüsusi işarəsi ilə qeyd olunur. Ona görə 23 samit hərfi ilə 25 samit səs ifadə olunubdur. Sadəcə orada biz bayaqlarında dedik, K apostrof və X apostrof səsləri ifadə edən xüsusi hərf işarəsi yoxdur. Ona görə 23 samit hərfi 25 samit səsi ifadə olunur. Bunları da qeyd etdik. X kar samitin deməli cingiltili qarşılığı yoxdur. L, M, N, R cingiltili samitlərin isə kar qarşılığı yoxdur. Həm də yadınızda saxlayın ki, L, M, N, R. L, M, N, R samitləri özləri sonor samitlər adlanır. Bunlar sonor samitlərdir. Sonor samitlər adlanır. M, N samitləri isə M, bir də N samitləri burun samitləri adlanır. Burun samitləri adlanır. Yəni bu burun samitləri, yəni hava axınının burun boşluğundan çıxdığına görə bu samitlər burun samitləri adlanır. Digər yerdə qalan samitlərin tələffüz zamanı hava axını ağızdan, yəni tələffüz olunduğuna görə, çıxdığına görə onlar ağız samitləri adlanır. Deməli, M və N burun samitlərdir. Digər yerdə qalan samitlər isə ağız samitlər adlanır. Bax, bunlarda samitlərdə hansı samitlərə aid olduğunu biz qeyd elədik. İndi qaydalarımıza keçək. Biraz samitlərə aid qaydaları da öyrənək. Deməli, samitlərə aid qaydalardan ilk öncə bu günlərim öyrənəcəyik. Sonu B, D, G, C samiti ilə bitən sözlərin tələffüzünü. Sonu B, D, G, C. Sonu B, D, G, C samiti ilə bitən sözlərin tələffüz şəklini biz bu günləri öyrənəcəyik. Yəni, bu samitlərlə bitən sözlərin tələffüz şəkli iki formada göstərilə bilər. Birinci forma, sonu B, D, G, C ilə bitən sözlərin tələffüzü zamanı olduğu kimi, yazıldığı kimi tələffüz olunur. Yazıldığı kimi tələffüz olunması. Bu nə zaman baş verir? Sonu B, D, G, C samiti ilə bitən sözlər o zaman yazıldığı kimi tələffüz olunur ki, həmin sözlərdən sonra sözə saitlə başlayan şəkilçi əlavə olunsun. Sözə saitlə başlayan şəkilçi qəbul etdiyi zaman, bu zaman nə olur? Həmin sözlər yazıldığı kimi tələffüz olunur. Və yaxud da həmin sözlərdən sonra saitlə başlayan söz gəlsin. Gəlin hər ikisinə nümunə qeyd edək. Məsəl üçün, yazıram bura C, O, R, A, bu. Sonu bu, baxın, bu qaydaya uyğundur. Bu ilə qutarır. İndi mən buna saitlə başlayan şəkilçi əlavə etsəm, məsəl üçün, yazıram corabı. Bax, corabı. Corabı sözündə görürsünüzmü? Sonu bu ilə qutaran sözün sonuna saitlə başlayan şəkilçi əlavə olunub. Bu zaman
bu sözün tələffüzü b, d, g, c-nin hər birinə aiddir. B samiti olduğu kimi tələffüz olunacaq. Olacaq corabı. Elə b samiti olduğu kimi tələffüz olunur. Və yaxud da tüfəng sözünə in şəkilçisini əlavə edək. Tüfəngin. Bax, i ilə başlayan şəkilçi əlavə olunub. Yəni, saitlə başlayan, belə deyək. Saitlə başlayan şəkilçi əlavə olunub. Əgər b, d, g, c samitlərindən sonra saitlə başlayan şəkilçi qəbul edərsə həmin sözlərin tələffüz şəkli olduğu kimi, yazıldığı kimi tələffüz olunur. Məsəl üçün, bax, tüfəngin sözündə elə tüfəngin də olaraq qalır. Sonra ağac sözündə ağacın ın şəkilçisini qəbul etsin. Saitlə bax, bunun əvvəl görürsünüz, saitlə başlayan şəkilçidir. Tələffüzdə də yenə ağacın formasında da qalacaq. Deməli, bu sözlərdə saitlə başlayan şəkilçi qəbul edərsə, həmin sözlər yazıldığı kimi tələffüz olunur. Və yaxud da həmin sözdən sonra saitlə başlayan söz gələrsə, məsəl üçün, mən bura corab yazmamışammı? Deyirəm ki, corab aldım, tutalım ki. Corab aldım. Baxın, saitlə başlayan söz gəldi. Burada saitlə başlayan şəkilçi idi, birləşibdir ona. Burada isə saitlə başlayan söz gəlibdir. Bəs bu zaman nə baş verir? Yenə istər şəkilçi qəbul etsin, istərsə də saitlə başlayan söz gəlsin. Fərqi yoxdur. Hər ikisində olduğu kimi tələffüz olunacaq. Bax, bunun tələffüzü nə yazaq? Corab. Bax, bu olduğu kimi qalır. Corab aldım. Corab aldım. Yenə deyirəm, belə sözlərdə nə baş verir? Saitlə başlayan şəkilçi qəbul etdiyi zaman və yaxud da özündən sonra saitlə başlanan söz gələrsə, hər iki halda da b, d, g, c samitləri yazıldığı kimi tələffüz olunacaq. Və yaxud da ağac əkdim. Ağac əkdim. Və ə ilə başlayan söz gəlibdir. Saitlə başlayan söz gəldiyinə görə c olduğu kimi qalır. Ağac əkdim. Deməli, bu cür sözlərdə saitlə başlanan söz gələndədir və yaxud da deməli, şəkilçi qəbul etdiyi zamanda b, d, g, c samitləri yazıldığı kimi nə olur? Tələffüz olunur. Bu birinci qayda. İkincisi isə onların kar qarşılığı şəklində tələffüz olunması. Yəni, yazıldığı kimi yox. Onların, yəni həmin samitlərin kar qarşılığı şəklində tələffüz olunma qaydasına baxacağıq. Deməli, ikinci forma kar qarşılığı şəklində. Kar qarşılığı. Kar qarşılığı kimi tələffüzü. Kar qarşılığı kimi tələffüz olunması zamanı deməli, bu hansı halda baş verir? B, D, G, C samiti ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi, sözə samitlə başlayan şəkilçi qəbul etdikdə və yaxud da
həmin sözdən sonra samitlə başlayan söz gələrsə, bu zaman kar qarşılığı kimi tələffüz olunur. Bir də və yaxud da istər heç bir hal qəbul etmir, heç bir şəkilçi qəbul etmədən, heç bir söz gəlmədən özləri tək halda da onların kar qarşılığı kimi tələffüz olunacaq. Məsəl üçün, mən onu yazıram, corab. Bax, heç bir şəkilçi gəlmir. Olduğu kimi, yəni corab, ya söz gəlmir, ya şəkilçi gəlmir. Bu zamanda da onun kar qarşılığı kimi tələffüz olunur. Olacaq corab. Və yaxud da tüfəng. Olacaq tüfəng. Küyə keçəcək tüfəng. Tüfəng. Bax, bu şəkildə tələffüz olunacaq. Yəni, onların kar qarşılığına keçəcəkdir. Tək olduğu halda, tək qaldığı halda bu alınır. Bir də var ki, özündən sonra samitlə başlayan şəkilçi əlavə olunarsa. Deməli, birini qeyd etdik, tək qaldığı halda ya şəkilçi gəlmir, ya söz gəlmir. İkincidə isə deməli, samitlə başlayan hər hansı bir şəkilçi qəbul edəndə. Məsəl üçün, yazıram. Yazıram bulutlu. Bulutlu sözündə sonu d ilə qutaran söz olduğuna görə, özündən sonra samitlə başlayan şəkilçi qəbul etdiyinə görə d keçəcək onun kar qarşılığı olan t-yə. D kar qarşılığı olan t-yə keçir. Olur bulutdu. L isə şəkilçi d-yə keçir. Bulutdu. Və yaxud da yazıram bura, corabsız. Samitlə başlayan şəkilçi gəldiyinə görə, bu onun bunların kar qarşılıqlarını bilirsiniz də. Bu p-dır, b p-dır, d t-dır, g k-dır, c ç-dır. Onların kar qarşılığına keçəcək. Yəni, bunun kar qarşılığı olacaq corab, p-yə keçəcək, sız. Corabsız. Kar qarşılığı ilə əvəzlənəcək. Deməli, və yaxud da bunlardan sonra söz gəlsin. Məsəl üçün, gəlsin bulut topası. Bulut topası. Samitlə başlayan, görürsünüz, samitlə başlayan söz gəlir. Samitlə başlayan söz gəldiyinə görə istər şəkilçi gəlsin, istərsə də samitlə başlayan hər ikisinə aid da. İstər samitlə başlayan şəkilçi gəlsin, istərsə də samitlə başlayan söz gəlsin. Hər ikisində nə olur? Özünün kar qarşılığı kimi tələffüz olunur. Olur bulut, d keçəcək t-yə, bulut topası. Bulut topası. Deməli, bunların qaydasını bir də deyək. Deməli, sonu b, d, g, c samiti ilə bitən sözlərdə saitlə başlayan söz və yaxud da saitlə başlayan şəkilçi gələrsə, bu zaman həmin b, d, g, c samitləri olduğu kimi tələffüz olunur. Yox, sonu b, d, g, c ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi və yaxud da samitlə başlayan söz gələrsə, bu zaman onların kar qarşılığı kimi tələffüz olunacaq. Bir də heç bir hal gəlmədiyi zaman, istər saitlə başlayan şəkilçi, istər samitlə başlayan şəkilçi, istərsə də söz, heç bir hal gəlmədiyi, özləri tək işləndiyi halda da yenə də onların kar qarşılığı kimi tələffüz olunur.
Bax, bu qaydaları yadınızdan çıxartmayın. Bu da belə. Bugünlük